Hi Hi guys. guys. Bu videonu bugün artık ikinci çektiğimiz videoda ona göre de üzürlü sayın. Onu Şöyle de üçüncü videoda iptal eləyəyim. Ben işte sizin konu Şöyle de zat bizim- değilim. Ben üçüncü videomuzda. Kanalın partneridir. kanalın partneri o. Ben artık partnerim. Deməli, videonun adı nədir? Populyar münasibət fikirləri. Razıyıq or not? Deməli, birinci. Bunu Sevgi tek başına münasibəti xilas eləyə bilər. Buna inanırsınızmı? Sen başla. Asla bu arada. Sevgi qarın doyurmur bir kere. Sevgi çok şey halleyebilir, her şeyi halleyemez. Ya saygı olmadan, hürmet olmadan sevgi olabilir ve bir şeye de yaramaz da. Ona göre de Necə yəni saygı olmadan sevgi bak olabilir. düşün ki iki neferdi. Biri o birini sevir ama ona hürmet eləmir. Ama Evet. sadece sevir de. Bence Onu... öyle bir şey olabilmez bu arada. Yani O sadece şeydi. Ne diyorlar? Takıntıdır. ya ne bileyim Bence yani sevgi olduğu yerde otomatik saygı da olmalı. Olur da. bence de. Ama yani yine de tek saygıdan da keçtim. Mesela Atram'da maddiyat yoktu ve iki tarafta sırf her şeyi sallıp sadece birbirini sevirse ne kadar ileri gidebilirdik. İkisi de kazanmağa meyilli değil. Kazanmağı həyatlarının bir nöqtəsində şey eləməyiblər, hədəfləmirlərsə, sırf sevirəm deyə kör-körənə də adam adamı sevməzlər, bilmirəm. Hadi siz. Aydan Niyə geçti. sustun? Mesela sevgi ona tek başına münasibəti xilas Yo, edə bilər. anne, yo. Sen dediğin maddi sesini fikirleştirdim ben. Cümlenin akılını fikirleştirdim. Şimdi diyeceksin onu. Aha, siz cavab verin. Ben sen dediklerine katılıyorum aslında. Yani çok da bir şey əlavə eləmək istəmirəm. Tək başına məncə yetərli deyil. Bir də yəni, iki tərəf də məncə özünü inkişaf elətdirməyə meyilli olmalıdır. Eynən. Çünki sadəcə bir tərəfdə olanda o, məsələn, biri inkişaf eləməyə başlayır və digəri olduğu yerdə qalır və sonra aralarında böyük bir fərq yaranır. O uçurumu bağlamaq mümkün olmur deyə, yəni ilişki sona doğru gedir məncə. Real. Neyse. Keçmiş sevgiliyle dost kalmak normaldir. Deyil. Ben şəxsi olaraq cavablayayım. Mən bir dənə oğlanı sevgili olaraq görsəm, bu adamın full münasibətə sevgili olaraq davransam, mən sonrasında onu dostum, qardaşım deyə bilmərəm başa düşdün. Yəni mümkün deyil mənim gözümdə. Nə ol, mən indi düşün səninlə sevgiliyəm, ayrıldıq, dost olduq. Mən indi getdim Elvira ilə sevgili olanda Elvira deyəcək ki, bunun dostu bunun eksidir, elə olacaq. Yəni bu çox böyük saygısızlıq. Ya da səhərsi gün sənin sevgilin olanda mən nətər onu dostumun sevgilisi diyeceğim. Bu benim eksimin eksidir de yani. Ona göre hiç düzgün görmüyorum. Saygılı ol. Mesela insan kimi ayrıl. Yolda belki görende birbirinize salam verin. Ama dost asla kalmıyorum. Çok mantıksız gelir yani. Bak eğer evvel friends to lovers olursa yani dostluktan sonra ilişkiye dönürsə. Yəni şöyle dedi kimi belə salam verin. Prosta tam elə səni bloklayım, mənim sənə heç bir adım qalmasın kimi yoxsa, yəni məsələn üzünü görəndə en azından bir salam verərsə, saygı, arada saygı qalsın. Yəni sevgi Biraz yoxsa belə sadəcə saygı qalsın. Friends'ten olmasa, evvel dost olmasanız belə, yine de normal insan kimi sağlaşa bilərsən də. Yəni bloklamamışsınızsa, sənə xəyanət eləməyibsə, çirkinləşmədən ayrılmışsınızsa, yəni Yəni insan arada kimi nifrətə ayrılmışsınız. gərək yoxdur Artıq məncə. Amma dost olaraq qalıb bu mənim canım qardaşımdır falan Asla kimisinə biraz dost kimi mən davrana bilmərəm. sıkıntılı. Münasibətdə şifrələri paylaşmaq lazımdır. Ayda sən cavab vermişsən bayaq. Ayda sen niye qulaq asırsan sadece? Bugün konu koyuncu Ayda. Bizim konu koyuncu yani. Şifrəni vermək olar. Bilsin de Ya, ne olacak ki? Bilməyi bilsin, amma bütün gün məsələn mənim Şifre diyende yani mesela hesabın şifresi. hesabın şifrəsi, telefonun şifrəsi. Şifrələri, falan. hər Yok. şey. Hesabın şifresi bana çok mantıksız. Yani telefonun şifresini bilsin ama hesabın şifresi ne lazımdı? Yox, bilməyini bilsin məsələn, telefonunu da bilsin, hesabını da bilsin. Amma yəni hesabıma girib də mənim hesabımda dəyişikliklər eləsin, kimlənsə Yox. danışsın, eləsin falan. Mən O ən nifrət etdiyim çox şeydir ki, hansısa mənasız. qız, özümü keçdim ha, hansısa qızın sevgilisi onun hesabına girəndə mən o qıza yaza bilmirəm Allah haqqı. Çünki deyirəm ki, da yəni Mən oğlan zat mesaj baxar. yazıram, kim görəcək bu mesajı? Hə də yəni elə mesajlar yazırsan ki, durub yəni normalda oğlanlarla söyüşmürsən, amma qızları söyüşdü mesaj yaza bilərsən də. Niyə gedib onu Aydanın sevgilisi görsün ki, nə məsələn başa düşdün? Neyse, Şifrənin belə yəni top secret kimi saxlanılmasına qarşıyam. Yəni desəm ki, məsələn, telefonun şifrəsini Telefonun necə şifresini açır? bilsin. Okey. Ama Yok, diğerlerinin benim şifresini telefonumu bilmesi böyle- bana çok mantıksız gelir. Çok gereksiz gelir. Lazım değil. Okey, növbəti İsterse soru. veririm. Ama все bu kadar.
Məncə İstəsə də. verərəm deyəndə hesabıma girmək istəsə, əlimdə baxmaq, mənim telefonumda baxmaq Hə, istəsə ama okeydir. hesabıma girmə. Yəni mən Hesabıma o girmə. şifrəsini bilim, o da mənim şifrəmi bilsin, amma Amma bunu şey bilməyək. kimi öyrənməsin də mənə deməsin ki, şu sən telefonun şifrəsi nədir denə mən də bilim olmasın da. Necəsə nə bilim deyim ki, orada bir dənə mama zəng gəlir, tutaq ki, əlimdə oldu, mama zəng gəlir, şifrəm budur. Oradan bilsin, amma heç vaxt bir-birimizin telefonumuza baxmaq ehtiyacı duymuyoruz da. Yəni niyə duyum ki? Birbaşa baxmaq istəyim, sənə deyim ki, Ya, o çok toksik bir Bakmıram hərəkətdir və yəni güvənsizlik belirtir. Tiri Güvən olmayan bir insanı yerdə də necə içində- bir ilişki ola bilər? içində xəyanət varsa onu belə qapalı qutuya da qoyub xəyanət eləyəcəkdir başa düşdün. Nəysə, bir dəfə aldadan bir də aldadar. Aldatmaq xəyanət kimi qəbul edirəm də. Yeah. Qatılırsınız? Hə. Hə. Net. Çünki aldatmaq bir seçimdir konkret olaraq. Yəni birincili olaraq seçmisən və insan seçdiyi şeyi şuurlu olaraq eləyib deyə təbii ki, bu təkrarlanacaq. Ona görə bir də aldadar. Yəni bu belə dəyişməz bir qayda deyil. Ola bilər ki, sonradan şey dəyişərsən falan. Amma yəni bir dəfə eləmisənsə, o şuurla, o ağılla o seçimi eləmisənsə, səndən olmaz zaten. Valla mən nevə deyirəm həmişə. Deyirəm ki, Hə. yəni heç Hə. vaxt demirəm. Amma sırf bu konuda nevə deyirəm ki, mən aldatmış kişinin yanında asla qalmaram. Və 5 dənə uşağımla ortada qalırım. Yenə də çox idealıyam. çox geniş götürür. Çox idealıyam, amma aldadan kişinin yanında qalmaram. Nəysə, Məncə o biraz öz sayğı konusu. ilk görüşdə hesabı oğlan ödəməlidir. Mən Abi zaten. ödə də, yəni bilmirəm. Birincidə ödə də. Bu belə baskı kimi deyil ki, ödəməlidir. Amma yəni Ölsə yaxşı o olar. ödəsə yaxşı olar. Valla Yəni, Pils də o dəvət eləyibsə, ödəsə yaxşı olar. Amma yəni ödəməsə də o mənim üçün çox böyük bir red flag deyil. Çoğa ödəmədi hesab yəni. bilsən necə ödəmək var, məsələn də izah edə bilməyəcəm, amma bax normal şəraitdə mən asla şey düşüncəsində insan deyiləm ki, qızlar hesabı ödəməməlidir, sırf Hı. oğlanlar ödəməlidir. Yox, yəni yeri gəlsə şərik ödəyə, yeri gəlsə sırf mən ısmarlayım, məndən olsun, bu umurumda olmaz da bunun hesabını eləmərəm. Amma məsələn birinci görüşdə sırf jest olaraq əslində ödəməsi üstünlükdür də başa düşdün. Yəni birincidə ödə də qardaş, yəni Çox çox amma da məsuliyyət deyil yəni ki, ödəməlisən. mən malım əli Ödəməsən də olar. deyil, amma yəni Ödəsən sənə bir plusdur belə deyək. Yəni Oyuna bir sıfır öndə axşam başlayırsan. evaluation eləyəndə Akşam kızlar grubunda sen Qiyməti- ya biraz pulu da daha ödədi. şey olursan. Amma yəni bu bir məcburiyyət deyil, cinsiyyətçi deyil ki, oğlanlar ödəməlidir falan. Sonra linçlənməyək videonun aşağısında. uzaq məsafəli münasibətlər işləyir dedi, yəni şeydə working. Baxın sen necə uzaq məsafədən sonra bir yerdə olacaqsınız və uzaq məsafə nə qədər müddətdir? 1 illik, 2 illik, yoxsa 10 illik, 20 illik. Bir də məncə Oy. şey də önəmlidir. Əvvəlində yaxın olub Hə. sonra mı uzağa keçmisiniz, yoxsa başdan mı uzaq başlayırsınız? Başdan uzaq başlayırsa məncə o yəni çox kiçik ehtimal ola bilər. sonda bir olacaqsınızsa, məsələn 1 il, 2 il müddət sonra, o okeydir. Amma uzaq başlamısınız, bir 5 il, 10 il sonra o ancaq şey olsa, o görünmür. Uzaq Şey var, məsafə ilişkisi zaten çox vaxt sosial mediadan başlayır və Xoşlamıram sosial sosial mediadan mediadan mən. başlayan ilişkilərdə dostluq olsun, relationship olsun, mənə o qədər yəni o qədər də çalışa bilərmiş kimi gəlmir. Yəni işə yaramaz məndə. Məsələn, Neyse, bu İstisnalar keçin. ola bilər şey bu var arada. deyib, yəni Marcellə qızın adından çıxdı. Onu deyirdim, bax Marcellə- dondurma teması. Marcellə bir dənə qız vardı, yadımdan çıxdı. Onlar Adın mı? Amerikada sevgili idilər və qız Türkiyəyə gəlirdi. Oğlan Amerikada qalırdı və Ay, bu hə, bilirəm. həmişə belə davam edəcəyi üçün ayrıldılar və çox məntiqli bir qərardır məncə. Çox üzümü pis Mən olmuşdu. qızın yerinə olsaydım, o nədir? Neçə? Mən qızın yerində olsaydım Amerikaya qalardım, Mən qayıtmazdı. Yəni də niyə Sən qayıtmır? Marceldən çox sən necə deyir ki, odur da yəni. Çox oydu. Onu deyir də dondurma haqqında onlar tema Hə, olmuşdular. hə. Qız oğlana demişdi, oğlan qızın nə istədiyini bilirdi. İminli o dondurmanı almışdı Aldı, amma al. qız adını səhv demişdi deyə. Oğlan həm qızın səhvən dediyini, həm də düşündü ki, o bunu səhv deyib. Əslində istədiyi başqa dondurmadır. İkisini də alıb gətirmişdi. Görmüşdüm. Çox qəşəngdir bence. Neydi? Kokili dondurmaydı deyəsən. Hə, 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 cookie-dar. Hə, neysə. Sonra nədir? Növbəti sual. Qız ilk addımı Nə oldu? Qız ilk addımı ata bilər. Deyəsən mən hansısa bir çay udum. Buna Şey, Bence bu okey bir şeydi. Məncə. Pasta Baxın nə qədər də ilk adım, bir yerə qədər sərhəd vardı bence bir onun. signal verirsənsə, Kızların ilk okeydir. adımı. Hə. Zarafatsız
şeydir də. Yəni məsələn, mən qızlara da deyirəm, bir oğlana xoşun gəlsə, get ona denəndə xoşun gəlir. Dünyanın sonu deyil ki. Yo, mən də dəstəkləyirəm. Çox dəstəkləyirəm. Mənim məsələn bir dənə qrup yoldaşım var idi, çox bəyəndiyi oğlan var idi universitetdə. Nə qədər dedim ki, getdin də, yəni ki, bəyənirsən getdin, nə olacaq? Maksimum deyəcək ki, sevgilim var, qutardı da, başa düşdün, ən pis halda bu olacaq. Məktəbdə bu çox yaşamışam. Yəni, amma mən heç vaxt hansı oğlana xoşum gəlmir, yemin edirəm. Heç vaxt məsələn yolda ayda nə yaraşıqlı oğlan deməmişəm. Ya da ki, məktəbdə görüm. Bilmirəm, mən oğlanlar mənim üçün çirkin varlıqları bu arada. Mən oğlanları Buna mən də qatılıram. Mən azı yəni filmdə ya da bir yerdə gördüm, onu Hə, bəyənirəm. karakter. Karakter belə yox. O da zaten əl çatan deyil deyə. Yanımda olsa ona da baxmaram. Neysə. O qədər elə yanımda olsa baxaram amma yəni Sənin sosial şəbəkələrdə səni paylaşmır. Niyə? Deməli, paylaşmırsa deməli səni gizlədir, səni sevmir. Hə. Düzdür, yoxsa deyil. Bax, Siz baxır nə? unutdunuz videonun konusunu. Yox, Yox, başa düşdüm. Prosta analiz etməyə çalışıram ki, yəni, Niyə niyə paylaşmasın da? Mən səni paylaşaram. Yəni sən məni niyə paylaşmayasan? Ola bilər ki, məsələn, mən sevgilimi burada paylaşmıram. qızların çox xoşuna gəlir oğlanlar. Ya mənim xoşuma gələr. Amma yəni ən azından sevgisini paylaşan oğlanları görəndə aşırı qürur duyuram. Yəni görsün Hə, şey mən- kabarır. çox qızlar oğlanlar paylaşır, qızlar onu yenidən paylaşma eləyir ha. Çox Ayda. gurur. Ya da TikTok'da video görürəm, couple videosu. Bir də baxıram ki, paylaşan oğlan da o qədər əriyirəm, şükür ki, yəni qızlar Amma yəni paylaşsın da. Niyə paylaşmayasın? Və orada dedikləri şeylər çoxu bu arada çox bəhanədirlər. Yəni inanmayın da məncə. Sizcə ilk görüşdən aşk var mıdır? ola bilər. Amma İlk ilk görüşdə görüşdən aşk xoşun deyil gələ o. bilər. O Aşk aşk deyil. deyildi. Sadəcə xoşun gələ bilər. Sonra baxarsan. Yəni birini ilk gördüyün İlk anda görüşdə ayaqqabıya aşıq ola bilərəm, insana yox. tanımırsan da sən Cidden. bu insanı yəni. Çok korkunç. Tanımadan necə aşıq ola bilərsən? Sadəcə məsələn bəyənmiş ola bilər. İlk görüşdə bəyənə bilərsən. Mən ona görə məsələn bəzi insanlar deyir xarici görünüş mənim üçün önəmli deyil. Mən onları anlaya bilmirəm. Çünki sən xarici görünüşünü bəyənmədiyin bir insana yaxınlaşıb onu tanımaq istəməzsən. Mən burada xarici görünüşdən şey də demirəm. Bir insanın hərəkəti sən xoşuna gedə bilər və sən ona etkilənə bilərsən. Sadəcə Hı. xarici görünüş demirəm. Məsələn, biri bir şey eləyər, minik Amma bir sən şeydə. xarici görünüş önəmli deyil. Düşün, məsələn, o oğlan, 2 dənə oğlandır da, ya da 2 dənə yox, Ağası. bilmirəm. Oradakı az. Düşün ki, o çox qəşəng bir hərəkət edir, çox əridiyin bir hərəkətdir. Amma çirkindir də. Neynirsən? Hərəkəti es keçirsən ki, çirkindir, ayrıca bu nədir? Çox Şöyle şey. orada iki tane Kesmeli. dünya modeli dursa ama yani mesela İğrenç bir şey. zilin kapının yanında dursa ama sigareti seçip yere atsa ben onunla iğrenirim. Mən də onu deyirəm. Mən demirəm. Bax yaraşıqlı olmaq başqa. Bax, dediyim odur ki, düşünün ki, deyirsiniz ki, xarici görünüş önəmli deyil. Tutaq ki, hərəkət önəmlidir. Çox zor hərəkət belə eləsə, o çirkin olsa sən o hərəkət gözünə görünməyəcək. Ben de görünəcək. Sən o mənim üçün oğlan, Ay, məsələn, saçmalama friendzone-a girər, mısın? friendzone-a girər o. Aşıq olmam amma friendzone-a girər. Ben de o an ona aşık olmaram ama Ama yani friends- gözümde bir fərqli Mənim görünər. dediyim odur ki, Diqqətimi xarici çəkər. görünüş, xarici Hə. görünüşü önəmli deyil deyirlər, amma bu sadəcə bir Bir oy belə yoxdur. qalmış Xarici idi. görünüşünü bəyənmədiyin bir oğlanı tanımaq istəməzsən. Mən ümumiyyətlə oğlanı tanımaq istəmirəm. Xahiş edirəm ki, sevməyim. Qızı da, yəni oğlanlar da əminəm ki, xarici görünüşünü bəyənmədiyi birini tanımaq istəməzlər. Yəni nə dərəcədə yoxluqda olmalıdırlar ki, bəyənmədiyi. Şöyle yeter. Geç. Qısqanclıq Belə videolarda bizim sevginin əlamətidir. Değil. Dəyərində, qədərində, o Bir də qədərində. buna inanan bəzi toksik kütlə var. Elə bilirlər ki, oğlan qısqanır deyə. Ya, məni qısqanır olurlar. Amma Amma geri zekalı. Heç qısqanmaması da normal deyil. Yox da tan Qısqanmaqla qısıtlamaq da, Amma yəni fərqi onu bir dənə çözək. Hey, məsələn, səni çox belə də, yəni qısqanmaq başqa şeydir. Bir də sırf buna görə səni qısıtlamaq başqa şeydir. Qısıtlayırsa apart olaq. Qısıtlamaq üçün sevgi deyil. Qısıtlamaq sadəcə səni öz himayəsinə almaq istəyir, belə hakimiyyəti ələ almaq istəyir. Münasibətdə space istəmək normaldır. Spesialin də nəzərdə tutulur. Yəni tək qalmaq Güzel istəyirsən. alan. Deyirsən ki, biraz başımı dinləyəcək. İnanılmaz Tək normaldır. qalmasına atəmən. Yəni də. Ramazan. Son suallardan verirəm. Axırıncı dəfə bir sualdan bəhs edirdik. O yarım çox qaldı. Nəysə. Sevgili ilə hər gün danışmaq vacibdir. Hər gün, hər saat yox. Hə. Məncə vacibdir.
Bilmirəm. Bütün Hə, mən bax, sən Her duranda neylədiyini böyle bir bilmək sabah istəyirəm. xeyir mesajı yazmalısan da. Ya da sonra gün içində də məsələn burada çıxıb hara gedəsən, harda olasan və ən azından məlumatım olsun ki, tutaq ki də saat 3-də durduq yerdə bilim ki, hə filan yerdədir. Anlatabiliyor Yok yani muyum? akşam bana günümün özetini danışmayacaqsın. Niye var? Mənim xoşum gəlir bu arada insanların günün özətini dinləmək. Hər kəsin yox, hər kəs mənə danışmasa. Xaşım. Ama yani akşam böyle oturumda bir mesaj gelsin ki, Ha. he bu gün falan yerdeydim. Böyle boş falan 10 şeyler. dəqiqə səs alsan Yəni- dinləyəcək insanam. Kendi derdine aşk öyle bir büyük ki. Tamam. Bir şey bence bu. Son şey. Evet telefon değil. Yaş fərqi önəmlidir. Ne kadar kadar büyük yaş? bir yaş Ne kadar farkından yaş? danışırım. Məsələn, siz oğlandan 3 yaş böyüksüz. 3 yaş çoxdur. Ayda. Hiç yaş çok değil. Sen 20, necə? 20 yaşındayız. Mənim 20 yaşım var. 17 yaşında. yaşım pedofil kimi istəyir. Zaten öyle çıkır da. O Yaş saçma olmuyor fərqi bana. bizim bu yaşlarda bəlli olur, gələcəkdə bəlli olmur. Gələcəkdə Hə. okeydir. Gələcəkdə okey. Ama ben Məsələn, yine de oğlanın böyle olmak Məndən 3 yaş taraftarıyım. böyük. 10 yaş. Yox, Ne? 10 yaş Yox. böyük olub çox zəngin olsa düşünülə bir şey. O saçmalama, həyat neşəsi olmaz. Mən teyinqi düşündüm bir. Sən 30'larında bir çıtırsan, o 40 yaşında bir kişi. Ha. Böyle yani çok pissiydi. Ama yani çok büyük bir yaş farkı olmadığı müddetçe Yaş ve- bence okey. Yaş Bir de yani fərqindən 20-17 yok da 26-23 olsa. Hə. He. Bu Onu deyirəm amma də, şey də var olabilir. da. Əgər bir insan məsələn məndən balaca belə olsa, olğun biridirsə, Yes. karakter olaraq Yes. daha okeydir. Nəinki balaca bir bəbədir mən bunu təzədən böyüdüm. Yani Ben öyle insanlar özümden var ki balaca yaşı böyle olan olsa ciddi da almıyorum. özü büyük. Yox mən məsələn kimi məndən balaca davranmır. olanda çox o sanki mən balaca qardaşımdır və mən onu yerinə yetişdirirəmmiş kimi hiss edirəm. Məsələn, mən çox zorbalayarım onu. Mən özümü çox şey kimi hiss eləyərəm. O yana da mama kimi hiss eləyərəm. İşte yəni mama kimi hiss eləmək istəmədiyim biri olsa çox yaxşı olur. Nəysə dostlar, sualımız qədər. çox qarışır. Video Misələr bizi çok başka, yerlər. Misələr bizi yerlər, Yox, tamam yox, mı? Bir dəqiqə Allah. video çok başka yere gelir, çok uzanmaya başladı. Və kameramızı Telefon şöyle da ayağımdadır. Yəni bunun Gene yani bunu siz danışın ben seçeceğim bunu. görəcəksiniz. Yəni Allah girdi ağzıma. Evet bizim Nəysə, sağ olun, özünüzə yaxşı baxın. arka plan. Başqa bir şey deməyə halım yox. Neyse sonraki videoda görüşürüz. Videonu beğenin. Şöyleni görmeyi istiyorsanız Şöyle kalp şöyle kalp yazın. Görüşürüz. Abi de güveni. Allah girdi ağzıma. Nəysə, sağ olun, özünüzə yaxşı baxın. Arka plan. Başqa